Aha. Q'nu bəs Olur perioda ki bölsün. bölünsün. Periyod 2 pi kök altı LC'dəsində 2 pi kök altı LC'dir ki 2 pi onsuz vahidi yoxdur. Bölünsün periyod. Bu da bizə nəyi verir? Deməli İ'm bərabər QM. Bunu periyod kimi yazmayaq. Belə yazalım da. Bunu yazaq. QM vurulsun 1 bölünsün kök altında LC. Eyni şeydir. QM bölünsün LC. 1 bölünsün LC omeganı verir. Onda ki olacaq QM omega. QM omega da İ'min düsturudur. 46'ını yazdım. Deməli hərflərə keçdik. Hərflərlə Sonra 50. 48'i necə yazmısan? Dəqiqə. Qırmalıyım. Neçəlidir? 48'i. Düşmən. Bildin. Düsturansı O bir dənə yazırsan. Nünün bir dənə düsturu var. Bir kök altında D, yox, kök altında D bölünsün. 2 pi kök altında E vurulsun. Epsilon S. Düzdür. Epsilon. Düzdür. O düzdür. 2 pi kök altı dərsində LC'dir. C'ni açırsan epsilon 0 S böl D kimi də qalxır yuxarı. Bu düstur oradan alınır. D ilə necə asılı oldu? Kök altıda Kök altı düz. Leman haradaydın sən ay Leman? Müəllimə, bəli, elə qoşulmuşdum, bizdə işıq keçdi, indi yandı. Və sənin sualların yoxdur, yazmamışsan, tapşırıqları yazmamısan. Yazmışam müəllimə. Biz artıq 48'e qədər gəlib çıxmışıq. Davam edək buradan belə müəllimə. İndi buradan beləsinə baxaq, sonra əvvəldə sualların olsa yenə verərsən. 49'dan Tamam. sonra Leman, sənin sualın neçədədir? Məsələn 49, 50'ni yazmışsınız. Leman 50'ni yazabilirsən. Xeyr müəllimə. Xeyr müəllimə, əlimdə boşdur. 50. 50 nömrəli məsələdə rəqs konturunda kondensatorun tutumu 96% artır. 96% artımı gəlib dəfəyə çevirək. Faizi dəfəyə çevirmək üçün 100'ün üzərinə faiz gəlirik, 100'ə bölürük. Olur 196, 100 üstə gəl 96 bölü 100. Bu eləyəcək 1 tam %96 dəfə. Faizi dəfəyə çevirdik. Deməli 1 tam %96 dəfə artıb. İndi periyod necə dəyişər? Periyodun düsturu 2 pi kök altında L vurulsun C'dir. C 1 tam %96 dəfə artıbsa, 1 tam %96'dan kök neçə çıxacaq? 14. 1 tam 14. Deməli bu 1 tam 14 dəfə artar. Doğru cavab D bəndi. İndi 51'də cavab nə olar? Bu yanda İnduktivliği bir anda 2 dəfə Bir anda artar. 2 dəfə artar. Çünki 44% artım eləcə 1 tam %44 dəfə artım. 1 tam %44'dən də kök 1 tam 12 çıxacaq. Doğru cavab C bəndi. Sonra 52, 54. 52 yazmışam, 54 sual. Leman sen də az önce cütləri vermişdim yalnız, yoxsa necə? Xeyr, dizcə təkrar yazayım cütləri. Mən cütləri yazmışam. Başa düşdüm. Leman sen necə işləmirsən? Müəllimə, mən bilmədim siz tək vermişsiniz. Mən dedim ki, hamısını vermişsiniz. Allah yaxşı. Hara qədər işləyirdin? Mən 86'ya qədər yazmışam. 52'ni yazmışsan.
Bəli, müəllimə yazmışam. 52 Ləman. Fatimə sən də desən qalıb 52. Xeyr, yazmışam. Yazmışam, yaxşı. 54. Qal. 54 də yazmışam, bəli. Neçəyə baxırıq indi? 54-də. 54-də. Baxaq. 54-də QM-in qiyməti, Q-nun maksimal qiyməti neçədir? 6. 6. 6 vurulsun 10 üstü mənfi 6 özü. Mikro da var axı. Bəli. Yaxşı. Pi-ni verib 3. Ya, bəs period neçədir? 4. 4. Yəni buradan 4 dənə ekstrem sayırıq. 1, 2, 3, 4. Period gəlir, düşür bura. Period oldu 4. Bizdən cəryan şiddətinin maksimal qiymətini istəyir. Yəni IM istəyir. Düstur. IM, QM bunlarla bağlı olan düstur hansıdır? Düsturu deyin görüm. İm bərabərdir. QM vurulsun İm bərabər QM omega. Bəli. IM bərabərdir. QM omega. Omeganı da yerinə yazırıq. 2pi bölünsün T. Salam, qoyuruq qiymətləri yerinə hesablayırıq. Da hesablamasını aparmıram. Aydın da Ləman. Fatimə sualı. Fatimə aydın da. Bəli. Daha sonra 55, 56, 57 bunlardan hansını yaza bilməmisiniz? Məndə 56 səs. Mənim. 56. 56'da yenə də burada baxın IM-dir, bir də QM-dir və bizdən periodu istəyir. Demək, yenə hansı düstur istifadə etməliyik? QM vurulsun. Bəli. IM bərabər. Düzdür. IM bərabərdir. QM vurulsun. IM bərabər QM vurulsun. 2 pi bölünsün T. Bu düsturdan istifadə edirik. Şimdi periodu istəyir. Yəni düsturdan periodu tapaq. Bu düsturdan periodu tapsaq T nəyə bərabər olacaq? 2 pi QM IM. Bəli. 2 pi QM bölünsün IM. Periodun böyüyünü istəyir. Periodun böyük olması üçün periodla düz mütənasib olanlar böyük olur. Periodun böyük olması üçün deməli QM böyük olmalıdır. IM kiçik olmalıdır. Hansı nöqtədir? Ki QM böyükdür. 5. IM kiçikdir. 5. Bəli. Hansı böyükdürsə ona yaxın olanı götürürük. 5'in QM böyükdür, IM kiçikdir. Əliyyetin özünü sərbəst işləyin. İki. Tezlikdə olacaq. IM böyük, QM balaca. Ola bilər. Hər kəs eyni cavabı tapdı. Ləman Periodun tezliyi nasibdir. Burada müəllimə 5 ola bilər. 5 Burada QM-in böyük götürülür, yox kiçik götürülür. Yox, 5 yox daha doğrusu. Dəqiqən. 5 ümumiyyətlə heç vaxt ola bilməz. 5 elə bir yerdədir ki, olmaz. Hə, Ləman, Fatimə bilirsən nə elədin? Sən götürdün, burada əgər period belədirsə, onda tezliyi bunun tərsi olacaq, düzdür? Elə eləmək olur, amma ki, indi bu kitabçada ardıcıl verilib də, başqa yerdə elə ardıcıl verilmir axı. Ona görə də IM bərabərdir. 2 pi nü vurulsun QM düsturun yazırıq. Buradan nü'nü tapırıq. Nü nəyə bərabər olacaq? Nü bərabər olacaq. IM bölünsün 2 pi böl QM. Aha, düzdür. 2 pi QM. İndi nü'nün nəyini böyüyün istəyir, kiçiyini istəyir. Böyük. Tezliyin böyük olması üçün IM böyük olmalıdır, QM kiçik olmalıdır. O da 2 nöqtəsinə uyğun gəlir. Belə. Daha sonra 60.
Leman 60'a kadar sualım var. Hayır müəllimə yox. 60'da EM ne Ben kadardı? şimdi diyeyim. Bayağı şimdi bəli. İyiyim. Onda bir. EM 1.5. Bir tane Periyod. periyodu ben necə tapsam? Periyodda 4 tane amplitud saymalısan. 4 tane XM. Biri bu, bir XM yani bir amplitud. Sonra geri kaydırıq. İkinci amplitud. Sonra bir de aşağı. Üçüncü amplitud. Birdən də dördün. Dördün bittiği yerde yazılan rəqəm periyodu verir. Deməli, bu Bir çevrə tamamlanmalıdır. Yani, evi sanki bir çevrəni tamamlayırsan da iki tane, bir yarım çevrə yuxarıdan, bir yarım çevrə aşağıdan tamamladın. Bir periyod, həmin zaman bir periyodu verəcək bizə. Periyod oldu 0,2 saniyə. İndi bizə nə soruşur? Pin də verib 3. Nə istəyir? Bizden QM. Düzdür. Yükün amplitud qiyməti, yəni QM. Aha. Fatimə necə olacaq düstur? Fatimə desin. İyiyim beraberdir. Çöğün vurulsun. 2 pi bölü t. Bəli, bu düsturu da burada cəzb eləmiş olduq. Qoyub yerinə hesablayırsan, QM oradan tapırsan. Devam. 65 var müəllimə. 65. Reks konturunda AB sıxaclarına hansı induktivlikli sarğac qoşmaq lazımdır ki, onda yaranan periyod ən kiçik olsun. Periyodla L-in düsturu hansıdır? Periyodla L-i bir-birinə bağlayan düstur hansıdır? T bərabər 2 pi L vurulsun S. Bəli, 2 pi kök altında L vurulsun S. Bu düstura həm də nə düsturu deyirik? Adı nədir bu düsturun? Thomson. Thomson düsturu. Və periyodla L düz mütənasibdir. Yəni ki, periyodun kiçik olması üçün L də kiçik olmalıdır. Ona görə də cavabların içərisindən ən kiçik variantı seçməliyik. Bu da bu C bəli. L böldü. Farklı variant. L böldü. 66'da 4 el var. 4 el olacaq, bəli. 68 necə? 68'də ferromagnetikliyi çıxarsaq, deyir tezliyi necə dəyişər? Tezliyin düsturu 1 bölünsün 2 pi kök altında L vurulsun S'dir. Maqnit nüfuzluğu burada induktivliyə təsir göstərir. 2 pi L'in yerinə yazırsınız, mü vurulsun L0 vurulsun C. Deməli, mü ilə tezlik 1 bölünsün müdən asılı. Yəni, münün tərs qiyməti ilə asılıdır. Xüsusən bu maqnit nüfuzluğunun kökünün tərsi ilə asılıdır. Deməli, deyir ki, içiyi çıxarsaq, içiyi çıxardırıqsa, onda çıxarmaq, yəni azaltmaq deməkdir də. Yəni ki, mü bunu azaldırsan. O zaman tezlik kök altında mü dəfə artar. Çıxarmaq demək, yəni oradakı o içli maqnit nüfuzluğunu azaltmaq demək. Maqnit nüfuzluğu azalırsa, onda tezlik artacaq, tərs mütənasibdir çünki. Məsələn, 67-yə baxın, 67-də içliyi daxil ediblər. İçliyi daxil etmək, Azalıyor. müyünü, bəli, içliyi daxil etmək əslində müyünü, yəni maqnit nüfuzluğunu artırmaq deməkdir. Maqnit nüfuzluğu artıbsa, onda tezlik azalacaq. Daha sonra 80 var müəllimə. Bende de 80. test sayı çok oydu. Ona göre demiştim ki yarı yarı işləyəriz. 80. Hava kondensatorundan ve içliksiz sarğacdan ibarət reks konturunda periyod T'dir. Kondensatoru dielektrik nüfuzluğu epsilon olan dielektriklə doldursaq nə baş verir?
2 pi kök altında L vurulsun, epsilon 0, S bölünsün, D'dir düstur. Düstur bu şekildedir. İdi. T ile epsilon necə asıldılar? Kök altı. Aha, kök altı ve düz mütenasibler. Evet. Deməli bura Hmm. diyelektrik doldursaq o zaman periyod artar. Ne kadar artar? Kök altında epsilon dəfə artar. B bəndə. B variantı. Bəli. Fatih neçəyə qədər işləmirsən? Hardasın? Aralarda boşluqlar bırakmışam, belə işləmişəm. Tamam, yaxşı. Sonra 82, 84, 86 bunları işləmirsiniz. SMK var məndə. 82. İdeal rəqs konturunda sönməyən sərbəst rəqslər yarandıqda kondensator və sarğac üçün uyğun ifadələri yazmalıyıq. Deməli deyir ki, başlanğıc anda kondensatorun yükü maksimumdur. Yük maksimumdursa, deməli hansı enerji maksimum olacaq? Küydür. Deməli gərginlik yüküydür yoxsa? Aha, onlarla bərabər hansı enerji idi? Maqnit yoxsa Elektrik enerji. Elektrik enerjisi. Elektrik. Bəli. Deməli elektrik enerjisi maksimum olur. T bərabər 0 anında elektrik enerjisi deməli maksimum olur. Burada gəlin variantlara uyğun gedək onda. T bərabər 0 anında enerjisi konturun tam enerjisinə bərabər olur. Tam enerji yəni maksimal enerjidir də. Bu gedəcək kondensatora. Yəni ki, elektrik kondensatorda yaranan elektrik enerjisidir. Deməli 0 anında elektrik enerjisi maksimum olur. Yəni tam enerjiyə bərabər olur. T bərabər 0 anında enerjisi 0 olur. Bu təbii ki, gedəcək maqnit enerjisinə. Maqnit enerjisi sarğacda yaranır. 1 ilə 2-ni yazdım. Belə bir qayda yazdırmışdım. T bərabərdir 8'də 1 T olduqda elektrik enerjisi maqnit enerjisinə bərabər olur. O da tam enerjinin yarısına bərabər olur. Belə bir qayda yazmışıq. Bəli, müəllimə yazmışıq. Deməli, bu nə sarğaca, nə kondensatora aid deyil. Ümumi hər ikisinə aiddir. 3 getdi ortaya. T bərabərdir 4'də 1 T anında enerjisi tam enerjiyə bərabər olur. Yəni maksimum olur. Baxaq görək. Bu çevrə kimi götürək də. Periyodun 4'də 1'i. Başlanğıcda elektrik enerjisi maksimum idisə, gəlib 4'də 1'də maqnit enerjisi maksimum olacaq. Başa düşdünüzmü? Başlanğıcda elektrik maksimumsa 4'də 1'də maqnit enerjisi maksimum olacaq. Sonra gələcək 2'də 1'də yenidən elektrik enerjisi maksimum olacaq. 4'də 3'də yenidən maqnit enerjisi maksimum olacaq. Ona görə də 4'də 1'də maqnit enerjisi maksimum olur. 4 bura gedəcək. Enerji 0 olur. O da təbii ki birinci. ...82'den sonra 86. Leman sende. Məndə müəllimə 87'dir. ...86'da grafikten grafike keçiddir. Deməli burada cərəyan şiddətinin zamandan asılı qrafiki verilib. Və cərəyan şiddəti başlanğıcda 0'dır. Başlanğıcda deməli cərəyan şiddəti 0'a bərabərdir. Əgər cərəyan şiddəti 0'dırsa, onda bunun maqnit enerjisi 0'dır. O zaman elektrik enerjisi haqqında nə deyə bilərik? 0'dan fərqli olur. Hətta maksimum olur. Maksimum. Bəli. Və elektrik enerjisi başlanğıcda maksimumdur. Və enerji heç vaxt mənfi ola bilmədiyi üçün bu variantlardan C'dir, B'dir bunları çıxırıq. Bir də D'ni də çıxırıq çünki D'də tam enerji olsaydı D variantı ola bilərdi. Ya A'dır ya Y'dir. Elektrik enerjisi başlanğıcda maksimum olduğu üçün Y'dir. Çünki başlanğıcda elektrik enerjisi maksimum olmalıdır. Doğru cavab Y olmalı. 87'də deməli 8'də 1 T anında kondensatorun enerjisi başlanğıc enerjinin hansı hissəsini? Bu da qaydadır.
qaydada demişdik ki 8'də 1 olanda elektrik enerjisi maqnit enerjisinə bərabər və tamın yarısı. Yarı neçə hissə deməkdir? 3'te biri. Bəli. Yəni 0'dan onda 5. 0.5. Bəli, yəni 0'dan onda 5. Bəs başqa şərt versəydi o bucaqdan istifadə edəcəkdi. Başqa şərt versəydi, onda yox, bucaqdan yox. Deməli necə olur? Hə, kosinusdan falan deyirsən? Bəli. Yox, əslində onun bir başqa həll yolu var. O həllində istifadə olunur. Bunun bütün hissələrini əzbərləyirik də demək olar ki, məsələn 4də 1-də burada nədir? Yüklənmiş kondensator deyir. Düzdür? Deməli başlanğıcda elektrik enerjisi maksimumdur. Əvvəlcə yüklənib. Onda gedir məsələn 4də 1-də soruşsa, artıq kondensator minimum 0 olacaq, maqnit maksimum olacaq. 2də 1-də yenə bunlar bir-birini əvəz edəcək, o qayda ilə gedir. Qaldı ki, bu kosinus 45. Kosinus 45 bunun başqa cür həlli yolu var yəqin, ona görə kosinus verirlər. Bir dəqiqə. 12. Bu baxım necə elə bilərik onu. Kosinus kvadratı. Bütün deməli çevrə 360 dərəcədir. 360-ın 8də 1-i neçə edir? 45 dərəcə, düzdür? Bəli. Hə, 45 dərəcə edir. Onda enerjidə də qalanın həmin yolla da gəlin işləyə baxaq. Məsələn, bu bucağı necə işlədə bilərdik ona? Orada 8də 1 hissəsi deməli alfa oldu 45 dərəcə. Bizdən deyir ki, kondensatorun enerjisi tam enerjinin neçə hissəsini təşkil edir? Kondensatorun enerjisi elektrik enerjisidir. Elektrik enerjisində düstur belə olur. Deməli, cu kvadratı bölünsün 2-dir. Amma bu kosinus qanunu ilə dəyişdiyi üçün, çünki başlanğıcda kondensator dolu olur, yəni maksimum olur da. Başlanğıcda maksimum olanda kosinus qanunu ilə dəyişir. O zaman yazırıq belə. C bölü 2, onun yerinə yazırıq UM kosinus omega T kvadratı özü. cu kvadratı daxil. Sonra bunlar da kvadrata yüksəldəndə olacaq UM kvadratı kosinus kvadratı omega T. Bu bizə verdi tam enerjini. Tam enerjini. Deməli, sonunda belə bir düstur alırıq. Elektrik enerjisi bərabərdir. Tam enerji vurulsun kosinus kvadratı omega T. O demək, bucağı da bilirik ki 45 dərəcədir. Gətirib yerinə qoyanda W elektrik bərabərdir. W tam vurulsun kosinus kvadrat alfa. Belə idi. Onda olur W tam vurulsun. Kökdə 45 dərəcənin kvadratı. Onun da kvadratı verir. Kökdə 2 bölü 2 verəcək 4də 2. Bunlar da ixtisar gedir, qalır 2də 1. Hə, o zaman W elektrik bərabər olur. Tam enerji vurulsun 2də 1-ə. Yenə də gəldi yarısı çıxdı. Yəni, bu belə uzun uzadı, həll oluna bilər 45 dərəcəyə. Amma ya da ən yaxşısı elə yadda saxlayırıq ki, 8də 1 olanda yarısı olur, o da 0.5. Bildim, çox sağ olun müəllimə. Deyəməz. Daha sonra 92. 92. Yəni 92-yə də baxaq, sonra mən dərsin davamını yazdıracağım sizə. Qalan testləri də gəlin dəfəyə işləyin. Baxaq. Digər bölmədən bizim suallarımız qalıb deyəsən. Bir dənə şey qalıb. Maqnit sahəsinin enerjisi. Yaxşı. Rex konturunda yüklənmiş kondensatorun tam boşalması hansı zaman anına uyğundur? 4də 1. Deməli, bayaq çevrə ilə də buna əlaqələndirdim. Başlanğıc an buradır. Başlanğıc anda əgər elektrik enerjisi maksimumdursa, gəlib 4də 1-də elektrik enerjisi tamamilə 0 olur, maqnit enerjisi maksimum olur. Yəni bir dəfə
Kondensator tam boşalır, enerji keçir sarğaca. Bu da nə qədər vaxt sərf edir? Periyodun 1/4 qədər vaxt sərf edir. Periyodun 1/4 qədər vaxt sərf edir. Bunu qeyd edə bilərsiniz. Periyodun deməli 4 bərabər, kiçik t bərabərdir. Böyük t bölü 4 anında kondensatorun enerjisi iki fazla var deyirəm. Müəllim, 4-3-də də maksimum Ben de o sırada. 4'te kondensator boşalmaq üçün deməli orada уже ikinci dəfə olur axı. 4'te 3'də ikinci dəfə. Rex konturunda yüklənmiş kondensatorun tam boşalması orada ikinci dəfə deməli belə olur. Elektrik enerjisi, məsələn başlanğıcda elektrik enerjisi maksimumdur. Bu da kondensatora yükləyiblər. Periyodun 1/4 qədər vaxt keçən kimi bütün kondensator boşalır, keçir maqnit enerjisinə. Sonra yenə də bir dənə də 1/4 keçir, gəlir t bölü 2-yə çatır. Bu müddət ərzində maqnit təzədən elektrikə çevrilir. Burada yenidən elektrik enerjisi olur. 4/3-ə keçəndə yenə də bəli elektrik enerjisi sıfıra düşür, maqnit çoxalır. Amma bura qədər müddəti mən götürsəm, bura qədər müddət, onda nə olacaq? 4/3 t. Bu 2 dəfə enerji çevrilməsi baş verir axı burada. Birincini götürürük. Tam boşalma birinci. Həm də ki, bu artıq buradan bura gələnə qədər tam boşalır da. Yəni mən niyə 4/3-ə gedmişəm? Mantıqlıdır, bəli. Həm də ki, yenə demirsiniz 4/3-ə gələndə 4/3-ə hardan gəlir? 2-də 1-dən. Buradan bura qədər gəlir də. Yenə də buradan bura qədər gələndə bu qədər vaxt ərzində elektrik enerjisi kondensator tam boşalır. Bu yenə də çevrənin 1/4 hissəsi deyil. Yəni istənilən halda ya birinci 1/4, ikinci 1/4 fərqi yoxdur. Yəni 1/4 müddət ərzində kondensator boşalır. Bəli. 1/4 müddət. Hansı zaman anında? 1/4 zaman anında. Yaxşı, gəlin bunu 100-ə çatdıraq. 100-ə qədər səhvlərinizə baxaq buradan. Dostum. Ləman, sən 80 neçəyə qədər işləmişdin deyəsən? Erməni. Qalanlarını gələn dərsə bitir. Erməni. 96. Rex kondurundakı kondensatorun maksimal yükü bu bayaqki düsturlarlandır. 10⁻6 maksimal cəryan şiddəti 10⁻3 periyod var. Bayaqdan əldə düsturdan istifadə eləmişik. Yenə həmin düsturlandır. İN bərabərdir QM omega ya da ki QM vurulsun 2/T. Sonra yüzə qədər baxaq. İkisi yazmışam. Evet, ikisi yazmışam. 100'den o yana diye soru suallarım. Deməli, buradan 100-dən sonraki testləri yenə gözdən keçirərsən, Fatimə. Digərlərdə nə suallarınız, testləriniz qalıbsa, onları gələn dəfəyə bitirin. İndi mövzunun davamı qalıb bizdə. Burada indi biz keçirik, deməli, elektromaqnit dalğaları və bu bölməni. Elektromaqnit dalğaları şkalası. Başlayaq. Qayda dəftərlərini açın. Elmir, sən də qayda dəftərini açırsan, qaydanı yazırsınız. Dərs bitəndən sonra qaydanın şəklini atarsınız. Mənə görün nə yazmışsınız, sağda səhv eləmişsiniz, hansı formada yazmışsınız. Deməli, izinli yazmalıyıq sizlə elektromaqnit dalğalarını. Müəllim, bu yazacağımız hissə əvvəlki ilə əlaqəlidir. Əvvəlki deyərkən, çox da yox. Yəni, Çox, bildim. İnci, Çox elə də yox. Elə də yox.
dalğaları. Başlayaq. Açın ben də. Başlıq yazaq. Elektromaqnit dalğaları. Açırsınız dəftəri səliqə ilə hamınız yazırsınız. Elektromaqnit dalğaları. Rəqslərin zaman keçdikcə fəzada yayılması dalğa adlanır. Elektromaqnit dalğaları enine dalğalardır. Biz rəqslər və dalğalar bölməsində sizlə eninə və uzunluğa dalğaları keçmişdik. Elektromaqnit dalğaları da enine dalğalardır. Dalğaların yayılması zamanı Y üstünde vektör işarəsi, bu intensivlikdir. İntensivlik nötrdən bağlayırıq, vergül. B maqnit induksiya vektorudur. Maqnit induksiya vektoru və dalğanın yayılma sürəti bir-birinə perpendikulyar yayılır. Deməli, belə bloklar çəkirsiniz. Y, B, şu da bir-birinə perpendikulyar. İntensivlik vektoru, maqnit induksiya vektoru, bir də sürət vektoru. Hər üçü bir-birinə perpendikulyardır. Y ilə B arasında fazalar fərqi sıfıra bərabər olur. Y ilə B belə yazaq, olur və onlar, belə yazın, və onlar eyni fazada rəqs edir. Eyni fazada rəqs edir. Yəni, eyni fazada rəqs edir. O deməkdir ki, biri sinusla dəyişirsə, o biri də sinusla dəyişir. Biri kosinusdursa, o biri də kosinusdur.
Məsələn, bu şəkildə. Əgər y-nin qrafiki belədirsə, onda b-nin də qrafiki eyni belə olacaq. Məsələn, y-nin qrafiki sinusdan başlayıbsa, o zaman b-nin də qrafiki mütləq, yəni o da sinusdan başlayıb, bu şəkildə olmalıdır. Eyni fazada rəqs edir. Aralarında fazalar fərqi sıfırdır, amma yayılma istiqaməti olaraq üçü də biri-birinə perpendikulyar olacaq. Yəni, bunlar şifahi suallar və belə soruşulur. Sonra sual verir ki, indüksiya vektoru ilə deməli, intensivliyi ilə indüksiya vektoru arasında fazalar fərqi nə qədərdir? Məsələn, baxın da 7-ci sual. Fəzanın verilmiş nöqtəsində elektromaqnit dalğasının elektrik sahəsinin intensivliyi və maqnit indüksiya vektorları arasında fazalar fərqi nəyə bərabər? Sıfıra. Sıfıra bərabərdir. Sonra burada perpendikulyarla bağlı sual var. Hamısını yazacaq. Hamısını yazdırılmayıb. Məsələn, 16-cı suala baxın. Elektromaqnit dalğasında B maqnit indüksiya vektoru görək hansı doğru gəlir? Sürət vektoru istiqamətindədir. Xeyr, sürət vektoruna perpendikulyardır. Y intensivlik vektoru istiqamətindədir. Xeyr, B Y ilə eyni istiqamətdə deyil. Əksinə də deyil. V-nin əksinə də deyil. Y ilə perpendikulyardır. Doğru cavab D bəndə olacaq. Bunlar bu yazdırdıqlarımla bağlı suallar sizin qarşınıza belə çıxacaq. Bu şəkildə. Sən görürsün burada. Y intensivlik vektoru. Cavabımız 17'də cavab nə olacaq? D variantı. Bəli, D variantı. Yəni perpendikulyar olmalıdır. Belə. Davamını yazaq. Bunları yazdık. Deməli, dalğa vakuumdan mühitə keçdikdə sürəti və dalğa uzunluğu dəyişir. Periyod ilə tezliyi isə dəyişmir. Şimdi başlığı yazırıq. Şüalanma seli veya bəzən buna şüalanma gücü də deyilir. Şüalanma seli veya şüalanma gücü. İşarəsi şüalanmanın demək gücünün işarəsi olacaq. P düsturu P bərabərdir delta W, yəni enerjinin dəyişməsi bölünsün delta T. Vahidi
Yəni güc olduğu üçün təbii ki, bunun vahidi də 1 watt olacaq. Vahid səthdən keçən şüalanmanın gücü vahid səthdən keçən şüalanmanın gücü şüalanma selinin sıxlığı şüalanma selinin sıxlığı adlanır. İşarəsi, indi bu artıq şüalanma selinin sıxlığının işarəsidir. Belə, çapma ilə işarə olunur. Rum rəqəmi də 1 rəqəminə oxşuyur. Belə yazılır. İyi, düsturu oxunuşu amma i kimi oxunacaq. P bölünsün S. P'nin düsturunu nəzərə alsaq, o zaman i bərabər olacaq delta W bölünsün delta T, burada da bir dənə S. Vahidi watt bölünsün metrin kvadratıdır. Burada S'in yerine 4 pi r kvadrat yazmalıyıq. S sferanın sahəsidir. Sferanın sahəsi. Düsturda gətirib yerinə qoysaq, o zaman i bərabərdir. Olacaq P bölünsün 4 pi kvadratı R 4 pi R'in kvadratı. Belə bir düstur əldə etmiş olaraq. Deməli, bu düsturdan da görünür ki, şüalanma selinin sıxlığı radiusun kvadratı ilə tərs mütənasibdir. Bundan əlavə, şüalanma selinin sıxlığı deməli, lambdanın da 4-cü dərəcəsi ilə tərs mütənasib olur. Lambda dalğa uzunluğu. Dalğa uzunluğu. Deməli, radiusun kvadratı ilə tərsdir. Dalğa uzunluğunun 4-cü dərəcəsi ilə tərsdir. Düz mütənasiblər hansılardır? Nü'nün 4-cü dərəcəsi, bir də omeganın 4-cü dərəcəsi. Yəni, üstü 4 ilə düz mütənasibdir. İndi bunlarla bağlı olan sualları da göstərəcəm sizə. Bunları yazın. Müəlliminiz Solmaz sənsən. bəli. Səsin gəlmir. Niyə o gəlir? Hə. Deyirəm necəsiz? Niyə indi soruşursan necəyəm? Yaxşıyam.
Kursdan sonraki vəziyyət soruşursan. Bəli. Yaxşıyam. Yaxşı olmaz. Çox sağ ol. Deməli, sferanın şualama selinin sıxlığını da yazdım. Baxın, bununla bağlı suallar necə ola bilər? Bunu yazdıracağım bakalım. Sonuncu əsas yazdırdıqlarına baxın. Məsələlər. Hə. Məsələn, burada 6-cı sualda soruşur şualanmanın gücü tezlikdən necə asılıdır? Tezliyindən asıllıq üçün hansı ifadə doğrudur? Deməli, Dördüncü dərəcəsi. dördüncü dərəcəsi ilə düz mütənasibdir. Deməli, tezlik burada B bəndi Bildi. olacaq. Bu şəkildə. Annedir ben. Nü tezlikdən. Məsələn, 5-də də soruşur, şualama selinin sıxlığı tərs mütənasibdir. Nə ilə tərs mütənasibdir, onu tapmalıyıq. Tezliklə tərs deyil. Sonra tezliyin 4-cü dərəcəsi ilə düz mütənasibdir. Bunlar hamısı tezlikdir, tezliklə düz mütənasibdir də bu deyil. Burada olacaq məsafə, B bəndi. Mənbədən olan məsafənin kvadratı ilə tərs mütənasibdir. Sonra deməli, başlığa yazaq elektromaqnit dalğaları şkalası. Elektromaqnit dalğaları şkalası. Elektromaqnit dalğaları şkalasında bütün elektromaqnit dalğalarının adlarını alt-alta düzməliyik. Başlayaq. Radyo dalğalardan. Radyo dalğalar. Birinci gəlir radyo dalğalar. Radyo dalğaların altında infra qırmızı dalğalar. İnfra qırmızı. Sonra qırmızı. Göy quşağın rənglərini əzbərə bilirsiniz. Bunların dalınca göy quşağının rəngləri gəlir. Yəni radyo dalğaları infraqırmızı, sonra qırmızı, dalınca göy quşağının rəngləri. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, Bənövşəyi. Bəli, bənövşəyi. Bənövşəyinin altında olacaq ultra bənövşəyi, ultra bənövşəydən sonra gəlir rentgen şüalar, bildiyimiz rentgen şüalar deyir ya, rentgen şüalar, sonra qamma şüalar. Bu hərfin adı qamma. Qamma şüalar. Bu ardıcıllıq elektromaqnit dalğaları şkalası adlanır. Deməli, bunun üzərində biz burada nə edəcəyik? Radyo dalğalardan qamma şüalara doğru deməli, sındırma əmsalı, tezlik və enerji, bunlar sındırma əmsalıdır, nü tezlikdir, Y də enerjidir. Bunlar başlayır artmağa. Məsələn,
Soruşa bilər ki, bu dalğalardan hansının enerjisi böyükdür? Qammanın enerjisi böyükdür. Məsələn, 2 dənəsini verə bilər. Ya da bir neçə variant verə bilər. Qırmızı, nə bilim, narıncı, radio dalğa falan filan. Hansının tezliyi ən balacadır? Demək, bu sıralamada üstdə olanın tezliyi ən balacadır. Çünki burada yazdığım bu kəmiyyətlər üzü aşağıya doğru artır. Bəs üzü yuxarı doğru nələr artır? Üzü yuxarı doğru isə periyod, dalğa uzunluğu, bir də sürət. Bunlar üçü cədvəlin yuxarı hissəsində böyük olurlar. Cədvələ biraz da uzaqlaşdıralım. Tam görsənsin. Bu belə bir şeydir. Bakın. Elektromagnet dalgaları şkalası. Radyo dalgalardan başlayır. Gamma şualanmaya doğru, gamma şualara doğru getdikcə tezlik, enerji, sındırma əmsalı artır. Amma əksinə gammalardan radyo dalgalara doğru gəldikcə periyod, dalga uzunluğu və sürət artır. Bunu qeyd edin. Yazdınız. Bəli, müəllim. Gəlin indi suallara baxaq. Deməli, bunlar nəzəri biz bunu yazmalıyıq. Bir dənə düstur qaldı olur uşaqlar. Bunu bir dənə yazaq. Ben gördüm yazmışdım. Deməli, bunu belə ifadə edəyəm. Elektromagnet, evet sözünə yazaq, sonra düsturuna yazaq. Elektromagnet selinin şualanma sözünü yazmalıyıq. Elektromagnet şualanma selinin sıxlığı, yəni bu I. Şualanma selinin sıxlığı, elektromagnet şualanma selinin sıxlığı dalğanın vakuumda sürəti ilə dalğanın vakuumda sürəti S olacaq. Vakuumda sürəti ilə enerji sıxlığının burada yenə omega ilə işarə olunur. Bunları gərək qarışdırmayasınız. Enerji sıxlığının hasilinə bərabərdir. I bərabərdir. Enerji sıxlığı vurulsun S. Buradakı bu omega enerji sıxlığıdır. Enerji sıxlığıdır. Cümlədə də yazdım, burada da yazdım ki, birinci buradakı bu omega enerji sıxlığıdır. C'dəki vakuumda sürətdir. Deməli, məsələn 8-ci suala baxaq.
Bir hansı növ elektromaqnit dalğası ən kiçik tezliyə malikdir? Elektromaqnit dalğalar şkalasını dəftərə çəkmişsiniz. Baxın görün, onların A içərisində variantı müəllimə. ən kiçik tezliyi olan infraqırmızı, bəli. Bəli, A variantıdır. Yuxarıda olanlar da ən kiçiyi olur. Doğrudur. Bu şey yəqin digərləri də başa düşdü. Müəllimə, bizim bu dəftərdə yazdığımız azdan çoxa yazılmadadır. Bəli, oxun istiqaməti həmişə azdan çoxa doğrunu göstərir. Bəli. Məsələn, bu oxun istiqaməti həmişə tutaq bax burada oxun altında, oxun yanında n-y yazmışam. Bu deməli aşağılarda n-y aşağılarda böyükdür. Tezlik aşağılarda böyükdür. Başa düşdüm. Düsturlarda biz sizlə deməli dalğa uzunluğunu 12-yə baxaq. Əgər onu keçən dərslərimizdə yazmamışıqsa əlavə eləyərik. Dalğa uzunluğunun düsturu lambda bərabərdir C vur T. Belə bir düstur. Nə vaxtsa keçmişik. Bu şeydə də var. Mexaniki dalğalarda da bu düstur var. Yadınıza düşür belə bir düstur. Düşmürsə bunu qaydaya əlavə edək. Bəli. Qaydaya yazın. Belə abzasdan yazın. Dalğa uzunluğu lambda bərabərdir C vur T və ya lambda bərabərdir C böl nü. Thomson düsturunu gətirib nəzərə alsaq, onda olacaq lambda bərabərdir C vurulsun 2 1 kök altında L vurulsun böyük C. Deməli burada kiçik C vakuumda sürət. Kökün altındakı böyük C tutumdur. Müəllimə, Thomson modeli kişmişli pudingi idi elə. O elektronlar ortada var. Kişmişli keksə bənzədir, hə. Amma Thomson düsturu ilə Thomson modeli tam fərqli bir şeylər. Thomson atomun modelini verir, heç o model sonradan qəbul olunmuyor. Rutherford modeli qəbul olunur. Amma Thomson təkcə atom yox, həm də elektromaqnit bölməsində də, maqnetizm bölməsində də iştirak edib. Bildim. Daha sonra bunu köçürtdünüz, silə bilərəm. Bəli. Belə. Bu da həmin düsturla bağlıdır. Qaydalarını yazdırmışam. Sonra 23, 26 bunlar da hamısı deməli düsturlardan çıxır. Məsələn 26 bayaqki düsturlandır. 23 daha doğrusu 26-ya baxaq. V-nin lambdadan asılılığı soruşulur bizdən. Dalğanın sürəti V bərabərdir. Düstur lambda bölünsün T olacaq. Gətirib yerinə qoysaq. Yox, yerinə qoymağa ehtiyac yoxdur ki. Hə. V-nin lambdadan asılılığı soruşulur bizdən. O da düz mütənasib B bəndi. Bunu da qeyd edin. V bərabər lambda. Əslində bunları niyə yazdırmışam? Bunları biz mexaniki dalğalarda keçmişik hamısı. Dalğanın uzunluğu, dalğanın sürəti V bərabərdir lambda bölünsün T. Lambda ilə də V ilə də lambda düz mütənasib. %29-cu suala baxaq.
Siz özünüz cevap verin görün. Cevap ne olacak? 4 defa artar. Niye 4? Çünkü 4. dereceden artırdı. Bəli, çünki 4-cü dərəcəsinə mütənasibdir. Kök altda 2-nin biz 4-cü dərəcəsini, yəni kvadratı yox, kubu yox, 4-cü dərəcəsini tapmalıyıq. O da düzdür, 4 eləyəcək. Qayda dəftərinə qaydaq. Ora bir şey əlavə eləməliyəm. Elektromaqnit, yazın, elektromaqnit şüalanması üçün yüklü zərrəcik, yəni mütləq yüklü zərrəcik olmalıdır, yəni neytron falan ola bilməz. Yüklü zərrəcik bərabər yüklü zərrəcik təcilli hərəkət etməlidir. Təcilli hərəkət də nədir? Yəni yeyinləşməlidir, yavaşlamalıdır, tormozlamalıdır, get-gedə artırmalıdır sürətini, get-gedə azaltmalıdır sürətini. Yəni təcilli hərəkət etməlidir ki, orada elektromaqnit şüalanması baş versin. Elektromaqnit şüalanması üçün yüklü zərrəcik təcilli hərəkət etməlidir. Baxaq. Məsələn, burada suallarda 27 nömrəli sualda deyir ki, hansı halda elektromaqnit dalğasının şüalanması baş verər? A. Proton bir cins elektrik sahəsində sürətlənən zaman hərəkət bunu saxlayaq. B-yə baxaq. Proton düz xətli bərabər sürətli hərəkət edir. Bərabər sürətli olmaz uşaqlar. Bu təcilli olmalıdır. Yəni sürət artmalıdır, azalmalıdır. Məsələn, C-də deyir yeyinləşən. Aslında yeyinləşən ola bilərdi. Yeyinləşəndə elektromaqnit dalğası şüalandırır. Amma niyə olmur? Niyə C variantını götürmürük? Neytron var. Çünki neytrondur, bəli. Neytron yüksüzdür. Zərrəcik özü yüklü olmalıdır. Sonra D bəndini də götürə bilməliyik. Çünki sabit cərəyan keçir. Cərəyan dəyişməlidir orada daima. Daha sonra Y-də yenə düz xətli bərabər. Ona görə onu götürə bilmərik. Doğru cavab elə A-dır. Proton yüklü zərrəcikdir və sürətlənən hərəkət edir. Yəni get-gedə sürətini artırır və ya get-gedə sürətini azaldır. Və yaxud da ki 31. Sizcə 31-də hansı hallarda elektromaqnit dalğası şüalanar? T1'dən T2'ye. Bəli. Bir də T2'dən T2'ye. bəli, T2-dən T3-ə də olar. Çünki burada qüvvələr var. Bir T1-dən T2-yə qüvvə var, bir də T2-dən T3-ə. 0 T1 aralığında qüvvə təsir eləmir. Ona görə onu götürə bilməliyik. Açıq rəqs konturunda kondensatorun tutumunu azaldığında hansı fiziki cəmiyyətin qiyməti artar soruşur. Daha görək. Deməli, tutumu azaldıblar. Düzdür, tutumu azaldıblar. Bizdə variantlarda perioddur, tezlikdir, sürətdir, bir də şüalanmanın enerjisidir. Baxaq görək, periodun düsturu 2 pi kök altında LC-dir. Deməli, tutumu azaltsaq, o zaman period da azalar. Bizə isə lazımdır, azaldanda artsın. Deməli, period deyil, bunu çıxdıq. Tezlik. Tezlikdə 1 bölünsün 2 pi kök altında L vur C-dir. Tutumu azaltsan, tezlik artar. Çünki tərs mütənasibdir. Onda C ikinci doğru cavabdır. 1 yox, 2 düzdür. 3.
Şualanmanın sürəti. Şualanmanın sürəti V bərabərdir. Lambda bölünsün T'dir. Gətirib yerinə qoysam, olacaq lambda bölünsün 2. Bunların hamısını dəftərinizə yazın ha uşaqlar. 2 bir kök altı LC. Yəni V ilə C tərs mütənasibdir. Deməli C-ni mən azaldanda sürət artacaq. O zaman 3 də doğrudur. Doğru cavab elə bir dəqiqə 2 ilə 3 2 ilə 3 adı yoxdur axı, mən nəyə səhv elədim burada. Tutumu azaldanda cəmiyyətin qiyməti artmalıdır. Lambdanı açanda server seçmə yazsaq. Onda artıya bir düz mütənasib olacaq, götürməyəcək. Yox, götürməyəcəyik. Dalğa uzunluğunu 4'ü götürə bilmərik. 4'ü götürmürük. Şualanmanın enerjisini baxaq. Periyodda azalanda azalır, periyodu götürmürük. Tezlikdə azalanda artır, tezliyi götürürük. Mən bilirsiniz nə edirdim? Sürətin düsturunda lambdanı açaq. Orada server seçimi yazacağıq. Sən lambdanın yerinə deyirsən 2 ST yaz. Kök altında LC yazsa sağ gələcəkdə. Burada sürət niyə düz gəlmir? Sürət V bərabərdir, lambda bölünsün T'dir. Şualanmanın enerjisi. Burada 2-3 olmalıdır cavab. Var mı? Buna gələn dərs bir də baxarıq. 2-3 olmalıdır. Tezliyi də düz gəlir, sürət də düz gəlir, amma 2-3 cavabı yoxdur. Yaxşı, baxarım buna yenə də. Digərlərinə baxaq. 35. 35 nömrəli məsələ. Bir rəqs konturunun kondensatorunda gərginliyin maksimal qiyməti 140-dır. Gərginliyin maksimal qiymətini OM ilə işarə edəcəyik. OM bərabərdir 140. Bu keçən mövzuya aiddir. Sarğacın maqnit sahəsinin enerjisi kondensatorun elektrik enerjisinə bərabər olan anda kondensatordakı gərginlik nə qədərdir? Bu köhnə bölməyə aid olan bir sualdır. Şərt bundan ibarətdir. Gərginliyin maksimal qiyməti 140, maqnit enerjisi elektrik enerjisinə bərabər olanda o neçə olacaq? Bunu belə edirik uşaqlar. Tam enerji bərabərdir. Maqnit enerjisi, üzərinə gəlsin elektrik enerjisi və maqnit enerjisi, elektrik enerjisi bir-birinə bərabər olduğu üçün bunu biz 2WY şəklində yazırıq. Tam enerjini açırıq. COM kvadratı bölünsün 2 bərabərdir. CU kvadratı bölünsün 2'ye. 2'lər ixtisar gedəcək, C'lər ixtisar gedəcək. Nə qaldı? UM kvadratı bərabərdir 2U kvadratı. Bizdən də U'nu istəyir. Buradan hər tərəfdən kök alaq. UM bərabərdir. Kökdə 2 vurulsun U. UM-in qiyməti 140'dır. 140 bərabərdir. Kök altında 2U. U'nu da tapmaq üçün 140'ı kökdə 2'ye bölmək lazımdır. Kökdə 2'ni 1/4 verir bizə. 140'ı da 1/4'e böləndə doğru cavab olacaq 100. Bunun həllini də dəftərinizə yazırsınız. 35.
35'in həllidir. O n bərabər 140. Maqnitlə elektrik enerjisi bir-birinə bərabər olanda, tam enerji demək bərabər olanda U nə qədər olacaq? Əgər bir də sualın içərisində həm maqnit var, həm elektrik varsa, deməli biz tam enerjinin düsturundan istifadə etməliyik. Tam enerji bərabərdir. W maqnit üstə gəl, W elektrik. W maqnitin yerinə bir dənə də elektrik yazsaq olur 2W elektrik. Sonra da enerjini açır. Tam enerjini COM kvadrat bölü 2, elektriki də CO kvadrat bölü 2 kimi açıb məsələni həll edirsiniz. Sonra otuz səkkiz. Cərəyan şiddəti I bərabərdir 0,3 kosinus 10 üstü 8 pi t qanunu ilə dəyişir. Bu konturun şüalandırdığı dalğanın dalğa uzunluğunu hesablayın. C-ni verib 3 vur 10 üstü 8. Bizdən dalğa uzunluğu lambdanı soruşur. Lambda bərabərdir. Düstur belədir. C vurulsun T. Dalğa uzunluğunun düsturudur. Qeyd edin bu düsturu da. Lambda bərabərdir. C vur T. T'nin yerinə yazacaq 2 pi bölünsün omega. C 3 vur 10 üstü 8'dir. 2 pini verməyib olduğu kimi saxlayaq. 2 pi. Omega'nın da yerinə 10 üstü 8 pi yazırıq. Omega burada buradır. 10 üstü 8 pi. Pi'lər ixtisar gedir. 10 üstü 8'lər də ixtisar gedir. Qalır 6. Doğru cavab Y bəndi. Bunu da qeyd edin. Yazıb bitirdiniz. Bəli. 42-43 birinə baxaq. Məsələn 42. 42'də B'nin qrafiki verilib. B'nin qrafiki bizdən intensivliyin maksimumunu soruşur. İntensivlik böyük Y'dir. Y ilə B eyni fazada rəqs edir dedi. Əgər Y bu qanunla dəyişirsə, B bu qanunla dəyişirsə, Y'nin də qrafiki eynən belə olacaq. Y'də də buradan başlayacaq. O zaman elə B'nin böyükləri, maksimumları Y'nin də maksimumlarıdır. Ona görə də doğru cavab 2, 4, 6 olacaq. B'nin maksimumları, Y'nin də maksimumları. Bunların da qrafikləri eyni olacaq. Bunların da qrafikləri eyni olacaq. Yəni bu belədirsə, eyni qrafik. Yəni eyni qrafik. B bəndində. Y ilə B qrafikləri həmişə eyni olur. Bunlar da məsələlərdir. Bu qədər. Deməli, ev tapşırığını bura qədər verin. Radio rabitə və onun prinsiplərinə qədər. Bunu hələ yazdırmadım sizə. Səhifə 170-də 50-yə qədər. Səhifə 178-də üzrüstən. Səhifə 178-də 50-yə qədər və ondan qabaqki bölmədə də nə qalıbsa onları da işləyəcəksiniz. Yaxşı müəllim. Belə, bu qədər. Gəlin də radio rabitəni də elə şeylə bir yerdə yazdıraram. Dəyişən cərəyanın birinci bölməsi ilə bir yerdə yazdıraram. Keçərik dəyişən cərəyan bölməsinə. Belə, bugünlük bu qədər.